Deyirlər, niyə Kərbəlada xanım Zeynəb bir bəlalar gördü? Düzdür, dedi ki, mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim, amma bir gündə qocaldı. Dedi, Hüseyn, sənin ölməyin məni bir gündə qocaldı. Bu yerə gəlmiş idim, qardaş, izzət ilə, yavər ilə. İndi Şamə gedirəm, Şimro cəfa pərvər ilə. Dur dua eylə məni, anam oğlu o kəsilən əlləri ilə. Yəni siz necə oldu, sizi şövq eləyən nə oldu Əhl-i Beytə, məddahlıq eləməkdə? Məddah olmaq səbəbim də ki, anamın duası olub. Mən hər zaman deydim, anama mənə dua elə. Ən zirvəni fəth etmiş. Məddah, məddiyyəçi olar ki, Əhl-i Beyt əleyhissalam ondan razı qalsın. Yaxşı, bəs belə deyim, hansı nişanələr olmalıdır o məddahda ki, Əhl-i Beyt onlardan razı qalsın? Hamısı ixlasa bağlanır, gərək ixlas ola, gərək bağlılıq ola. Necə görmüsünüz təsirlənən birini? Əlbəttə, neçə illərdir artıq oxuyuruq, məclislərdə görürsən. Yəni, ola bilməz ki, elə bir məclis olsun, bir məddah oxusun, orada ağlayan olmaz. Doğum da olub ki, lahim, heç olmasa oxuduqlarımdan zərrədə olsa təsir olsun. Qəmi eşq əsiri dəmi eşqidə, qəmən müftəladır Hüseyni mən. Ölürəm vəli ürəyim mənim, üzü Kərbəladır Hüseyni mən. Salam dəyərli izləyicilər, Onun Səsi proqramının yeni buraxılışını izləyirsiniz. Bugünkü qonağımız dəyərli Əhl-i Beyt məddahı Hacı Elvin Səmədovdur. Hacı, xoş gəlmisiniz. Çox sağ ol, əziz qardaşım. Mən də sizi salamlayıram, dəyərli qardaşımız, əzizimiz və sizin bu efirdə, həm də ki, bu studiyada zəhmət keçən hər bir kəsi salamlayıram və həmçinin bizi izləyənləri də salamla çatdırıram. Allah razı olsun sizdən. Çox sağ olun, dəvət elədiniz bir gözəl verilişə. Təşəkkür edirəm Hacı. Necəsiz? İşləriniz necə gedir? Şükür yaradana, yaxşıyıq. Allah razı olsun. İzləyirdim verilişlərimizi. Dedim, inşallah bir gün növbə yəqin mənə də çatar. Çox gözəldir, çox maraqlıdır, çox dəyərli bir verilişdir həqiqətən. Düzdür, mən bu sualı hamıya verirəm, amma izləyicilərimiz üçün maraqlıdır deyə verirəm. Çünki bilməlidirlər bu məddah hardan başlayıb, necə başlayıb. Yəni siz necə oldu, sizi şövq eləyən nə oldu Əhl-i Beytə, məddahlıq eləməkdə? Bəli, əslən mən Qarabağlıyam, Beyləqan rayonunda anadan olmuşam. Mən uşaqlığımda orta məktəbdə oxuyurdum. 5-ci, 6-cı sinifdə oxuyanda nənəm mənim əlimdən tutur, aparardı qətil sınan günü, Aşura günü məsciddə, məscidin həyətində. Onlar orada mən eşidirdim. Ya Hüseyn, va Hüseyn deyərdilər, Şaxsey, vaxsey deyərdilər, mərsi oxuyardılar. Ondan o mənim qulağıma eşidərdim, qulağıma otururdu. Hər zaman mənə maraqlı gəlirdi. Amma əskərlikdə 2007-ci ildə əskərlikdən gələndən sonra, daha doğrusu hərbi xidmətdə namaza başlayandan sonra artıq araşdırdım. Sonra doğrudan da yəni bu dinin nə olduğu, həmçinin bu Allahın Peyğəmbəri və Əhl-i Beytin nə olduğunu insan tam araşdırandan sonra, bağlanandan sonra insanın ömrü, insanın həyatı dəyişir. Mənim də məddah olmaq səbəbim də ki, anamın duası olub. Mən hər zaman deydim, anama mənə dua elə. Dua elə mən oxuya bilim, dua elə oxuya bilim. Hər zaman ustadlar oxuyardı. Mən onların səslərini yazardım, qulaq asardım. Dedim, ilahi kaş bir dəfə mən də ya mərsiyə deyərdim, mən də bir dəfə oxuyardım. Bu da Allahın lütfü, İmam Hüseynin inşallah lütfüdür. Hansı ustaddan bəhrələnmisiniz? Açığı bir neçə ustaddan bəhrələnmişəm. Onlardan biri İlk mənə yardım edən qardaşlar, əzizlərimizdən biri Əhl-i Beyt qrupu Kərbəlayı Rövşənlə Rıza İgidoğludur. İlk mən onları vasitəsilə danışdım və onlar dedim ki, mən istəyirəm oxuyam və görüşdülər məndən, sağ olsunlar. Mənə dəstək oldular, yol göstərdilər, yol cızdılar. Həmçinin məşğul oldum, Allahın lütfünü Allahdan istədim. İndi bir yerə gəlib çatmışıq da Allahın lütfüdür, Əhl-i Beytin nəzəridir. Yaxşı, bəs sizə görə bu məddallıq, ümumiyyətlə məddallıqda ən zirvəni fəth etmiş klassik məddah kimdir? Ən zirvəni fəth etmiş məddah, məddiyyəçi olar ki, Əhl-i Beyt əleyhissalam ondan razı qalsın. Mən ad çəkə bilməyəcəm. Çünki Əhl-i Beyt əleyhissalamın razı qalmağı bütün hər bir şeyi fəth etmiş bir şeydir. Allah eləsin. Bir nəzər, yəni bir göz ucu bizə də baxsınlar. Mən şəxsən dua edirəm ki, kaş bir dənə mərsiyəmi dinləyərdilər Əhl-i Beyt əleyhissalam. Peyğəmbər, xanım Zəhra, İmam Əli və
12 imamımız. Oxuyanda da hər zaman düşünürəm, deyirəm ilahi kaş bu mərsiyəni bir İmam Hüseynin qulağına çata, İmam Hüseyn onu dinləyə və onunla mən bəlkə dünya axirətimi qazanaram. Yaxşı, bəs belə deyim, hansı nişanələr olmalıdır o məddahda ki, Əhl-i Beyt onlardan razı qalsın? Valla o hamısı ixlasa bağlanır, gərək ixlas ola, gərək bağlılıq ola. Bir insan bir şeyi tərif edirsə, onun haqqında bilgisi olmalıdır ki, onu tərif eləsin. Bir insan bir şeyi əgər reklam edərsə, onun haqqında tam məlumat toplayır, ondan sonra onu reklam edir ki, alıcılara, üzr istəyirəm, onu dinləyicilərə rahat göstərsin və rahat başa salsın. Onun bütün hər bir şeyini izah eləsin. Ona görə də ixlas ola, gərək bağlılıq ola Əhl-i Beyt əleyhissalama ki, onu o yaşayasan, anlatasan. İnsanlar da yəqin ki, səndən dinləyəndə, yəqin ki, onlar da toxunar qəlbə, əgər o qəlbdən gəlirsə. Çox vaxt duam da bu olub, əziz qardaşım, Kənancam, həmişə duam da bu olub ki, ilahim, heç olmasa oxuduqlarımdan zərrə də olsa təsir olsun. Necə görmüsünüz təsirlənən birini? Əlbəttə, neçə illərdir artıq oxuyuruq, məclislərdə görürsən. Yəni, ola bilməz ki, elə bir məclis olsun, bir məddə oxusun, orada ağlayan olmasın. Çünki insanlarda bağlılıq var Əhl-i Beyt əleyhissalama. İnsanların İmam Hüseynə bağlılığı çoxdur. Xüsusən də biz, bilirsiniz, Allah bu şəhidlərimizin ruhlarını şad eləsin. Vətən uğrunda candan keçmiş şəhidlərimizin ruhları şad olsun. Mən neçə illərdir bu şəhid məclislərində, tədbirlərində həm aparıcı, həm oxuyan kimi neçə illərdir dəvət almışam. Həm ailələrindən tanışıq. İnan, onların anaları, ataları, şəxsi münasibətimiz var. Gedirik bir evlərində, çay içində danışırlar. O şəhidlərin yaşayışını, həyatını, İmam Hüseynə bağlılığını mən görürəm. Deyirəm, ilahi, bu necə neymətdir, Allahım. Baxıram, insan necə bağlı olub İmam Hüseynə. Yəni, bu insan da gərək oxuduğun bir təsir qoya. Görmüşəm, bəli. Elə məclis olub ki, görmüşəm ki, misal üçün, az adam istər-istəməz oxuyanda baxırsan dinləyiciyə. Çünki sən də dinləyicidən o müsbət enerjini alırsan. Bəzən baxıram ki, misal üçün, hər kəs əyləşir, bir-iki nəfər biraz kövrəlib, bəziləri belə baxır, narahat olan, deyirəm, ilahi, görən düz oxumadım, ya necə oxumadım, ya ilahi, sən özün nəzər elə, dua edirəm özümdə, ürəyimdə ki, mən bu fikrimi çatdıra bilim, oxuya bilim. Bugün mən sizdən bir şey xahiş eləmək istəyərdim. Mən sevdiyim ifalardan biridir sizin repertuarınızda. Dünyada hər gözəldən gözəl Abbas, Heydər tək cəngidə bir bədəl Abbas. Bu Oqtay əzizimiz var, Əhl-i Beyt məddahı, onun bəstəsidir. Mən ondan xahiş elədim, o ilahi mənim ürəyimə yatdı, çox sevdim. Sağ olsun, sözümü yerə salmadı, verdi bu ilahini oxudum. Elə bir cümləsini oxuyaram inşallah. Sərvi qamətli cavanlar, sənə qurbandı əbəl-fəz, adın hər yerdə çəkilsə, ağa, ora rizvandı əbəl-fəz. Dünyada hər gözəldən gözəl Abbas, Heydər tək cəngidə bir bədəl Abbas. Əbəl-fəz, ya Əbəl-fəz, ya Əbəl-fəz, ələmdar, ya Əbəl-fəz, ya Əbəl-fəz. Allah razı olsun hacı. Mən sizin bütün ifalara fikir vermişəm. Əksəriyyəti Əbəl-fəz ağadandır. Yəqin ki, bunun nəsə bir... Onun da bağlılığı var, əziz qardaşım. Əhl-i Beyt əleyhissalamın çoxundan oxuyuram, əlbəttə ki, hamısını mət edirəm. Amma bir bağlılığım, çox üzr istəyirəm, biz izləyirlər, verilişdir, çox üzr istəyirəm. Mən ailəli idim, həmçinin neçə illər, üzr istəyirəm, övlad olmadı, dünyaya gəlmədi. Mən bir günlərim Həzrət Əbəl-Fəz ağaya təvəssül elədim, bir qardaşımız Kərbəlaya gedirdi. Dedim, sənin bir dənə xahişim var, ricam var. Dedim, Həzrət Əbəl-Fəz ağanın zirehinə yapışanda, dua eləyəndə, dedim, bir dənə nökərim var, səni mət edir. Onun bir dənə istəyi var. Əgər onun istəyinə Allahdan istəsən, amin desən, o istək olar və bu istəyirəm ki, bu istək olsun. Və bir övlad dünyaya gəlməsini Allahdan istəmişəm və Həzrət Əbəl-Fəz ağaya təvəssül eləmişəm. Və
dedim ki, əgər ilahi, qardaşının yanında dedim, ilahi, əgər mənə bir övlad əta eləsən, əgər onu oğlan uşağı olsa, mən onu nəzir eləyirəm, Həzrət Əbəlfəz ağanın adını qoyacam və Əbəlfəz ağaya nəzir elədim. Həmən bu qardaş getdi, sonra gəldi, dedi, hacı getdim, gəldim, namazda qıldı adımla. Biraz üzr istəyirəm, müddət keçəndən sonra bu hadisə baş verdi və mən elə övladımın da adını ala, bütün övladları qorusun, adını Əbəlfəz qoydum. Amma nədənsə, bütün Əhl-i Beyt əleyhissalamdan oxuyuram, amma Həzrət Əbəlfəz ağadan nədənsə həmişə çalışmışam, çox oxuyum, bir bağlılığım var. Həm də Əbəlfəz ağanın qəribliyi, Kərbəlada tənhalığı insanın ürəyini dağlayır. Biz məqtəldə gördüm, oxuyanda, bəzən məclisdə oxuyursan bunu, deyir, gözünə ox vurmuşdular ağanın, bir gözünə də qan dolmuşdu. Başına ağa nəmuddan vurmuşdular, diz üstə yerdə məşqini də oxuyublar. Deyir, bir səs gəldi, qulağına bir ayaq səsləri eşitdi. Dedi, düşündü ki, yəqin düşməndir də artıq gəlir şəhid eləməyə. O cür şücayətli ağa, o cür qeyrətli ağa. Deyir ki, əgər düşmənsənsə mənə möhlət ver, qardaşım Hüseyni görüm. Çünki bilirəm ki, Hüseyin yetişəcəkdir adıma. Gələndə İmam Hüseyin olur, İmam Hüseyin ağa bunu eşidir. Deyir, əxi Əbəlfəz mənəm, demirəm duraydın məndən bu təlli aşaydın. Deyirəm, qardaş, qolların olaydı, məndən qucaqlaşaydın. Həzrət Əbəlfəz ağanı qucaqlayır. Əbəlfəz ağanın o cür şücayətli olduğu halda bəzi Kərbəla hadisələri insan ürəyini yandırır. Allah bizi inşallah o qəbrə zəvvar qərar versin. Amin inşallah. Hacı, bəs həmin səhnəyə baxıb hansı ifanı oxumaq istəyərdiniz? O elə yerdən söz verdin ki, elə yerdə dedin ki, o səhnəyə baxsan heç oxumaq olmaz, amma desəydilər ki, burada nə deyə bilərsən, nə oxuya bilərsən, bunu mət etmək istəyərdim. Dur ey məni qərib tək qoyan Əbəlfəz, töküldü ləşkər üstümə, oyan Əbəlfəz, köməksizəm mən. Töküldü ləşkər üstümə, oyan Əbəlfəz, köməksizəm mən. Allah razı olsun, təşəkkür edirəm. Çox sağ olun, sizi var eləsin. Hacı, bildiyimiz kimi hər ifaların xüsusi bir halı var. Siz bəs mərsiyə, noha seçərkən daha çox hansı incəliklərə diqqət edirsiniz? Məqtəllərdə yazılanlara diqqət edirəm, yəni dəlili olmuş məqtəllərə baxıram. Həm də ustadların oxuduqlarına baxaram. Elə ustadlar var ki, onlar dəqiq məqtəllərdən oxuyurlar, düzgününü oxuyurlar. Onları da izləyirəm. Alimlərin söhbətini dinləyirəm, izləyirəm. Ondan sonra cəmləşdirib birini, misal üçün, seçirəm. Çünki Məhərrəm ayında da bilirsiniz də, yəni hər 10 gündə bir Kərbəla hadisəsindən, misal üçün, bir imamdan və orada olmuş hadisələrdən oxuyursan, ona görə bunu da məqtələ müraciət eləmək üstünlük verirəm. Baxıram, orada indi ustadların və böyük alimlərin məqtəlindən seçib oxuyuram. Təşəkkür edirəm. Siz bir çox ziyarətlərdə olursunuz tez-tez, yəni ziyarətlərə zəvvarlar da aparırsınız. İstəyərdim ən çox mənəvi keçən ziyarətinizi bizimlə bölüşəsiniz. Kərbəla ərbəyini heç nəyə dəyişmərəm. O Kərbəla ziyarətini, həmçində Ərbəyin ziyarətini. Çünki Ərbəyində siz də bilirsiniz, siz də olmuşsunuz. O ziyarət də elə bir ziyarətdir ki, Xanım Zeynəb İmam Hüseyni ilk Ərbəyin günü ziyarət eləyir. İlk Ərbəyin günü ziyarət eləyir. Yetişir İmam Səccad
əsirlərlə gəlir. Xanım Zeynəb əsirləri azad edəndən, alandan sonra və Kərbalaya daxil olanda görür İmam Hüseynin qəbri üstündə bir yaşlı bir kişi İmam Hüseyni ağlayır. İmam Səccada deyir, yaxınlaş gör kimdir və kənarlaşsın, mən qardaşım Hüseyni ziyarət eləməmişəm. 40 gündür Hüseynlə aralıyım. İmam Səccad əleyhissalam orada yaxınlaşır. Cabir bin Abdullah'a deyir ki, qulamı da götür və kənarlaş. Bibim Zeynəb və əsirlərlə gələn o balalar, qəriblər imamı ziyarət edəcəklər. Və xanım Zeynəb İmam Hüseyndən 40 gün idi araldı. Xanım Zeynəb deyirlər, niyə Kərbalada xanım Zeynəb bir bəlalar gördü. Düzdür, dedi ki, mən Kərbalada gözəllikdən başqa bir şey görmədim, amma bir gündə qocaldı. Dedi, Hüseyin, sənin ölməyin məni bir gündə qocaltdı. Xanım Zeynəb Kərbaladan ayrılanda da İmam Hüseyinlə vidalaşa bilmədi. Çünki yetişə bilmədi. Gəldi, həmən o çıxı yerə məqtələ yetişəndə xanım Zeynəbi qoymadılar, vurdular və İmam Hüseyinlə araladılar. Ona görə deyir, bu yerə gəlmiş idim qardaş, izzət ilə, yavər ilə. İndi Şamə gedirəm, Şimro cəfa pərvər ilə. Dur dua eylə məni, anam oğlu o kəsilən əlləri ilə. Ərbəyin günü xanım Zeynəb yetişdi İmam Hüseynin ziyarətinə. Nə halından gəldi, nə halından gəldi, nə halından gəldi. 7 qədəm qalmış, dizlərini qoydu yerə, gəldi, yaxınlaşdı. Dedi, qardaş, işıqlı gün səndən sonra mənə qara gecədir, Hüseyin. De görüm, anam oğlu yaraları necə? Ağladı İmam Hüseynə. İmam Hüseynə dedi, mən 40 gündür səndən aralıyam. Anam oğlu 40 gündür səndən xəbərim yoxdur. O qədər ağladı, xanım Zeynəb özünü qəşş elədi və bihuş oldu İmam Hüseynin qəbri üstündə. Qəmi eşq əsiri, dəmi eşqidə, qəmə mübtəladır Hüseyni mən. Ölürəm vəli ürəyim mənim, üzü Kərbəladır Hüseyni mən. Mən öz eşqim üstə bu Şamidə nəfəsimlə vəlvələ salmışam. Daşa taziyanəyə dözmüşəm, vəli qanlı köynəyin almışam. Nə qocaltdı Kufə məni, nə Şam, mən o qətligahda qocalmışam. Xəbər al desin sənə ki, gecələr günüm qaradır Hüseynim mən. Həqiqətən də xanım Zeynəb müsibətlər anası olub. Bəli. Azı təşəkkür edirəm sizə ki, çox sağ olun, bizə o halı yaşatdınız. Həqiqətən Ərbəyin ziyarəti tamam başqadır. Həqiqətən orada adam xanım Zeynəbin əsirlərin nə çəkdiyini başa düşür. Bəli, o yolda görür hamısı. Amma bəzən qəlbimiz digər imamlar üçün də darıxır. Bəli, Həqiqətən, hərdən mən elə qəribsiyirəm İmam Rızanı görmək üçün. Qəriblər ağası. Bəs Məşədlə bağlı nəsə bir xatirəniz var? İmam Rıza əleyhissalam, bəli, qəriblər ağası. Çünki İmam Rızanın böyük kəraməti var. Əhl-i əleyhissalamın, siz də maşallah tarix bilənsiz, 2 imamımız qılıncla şəhid oldu. Biri Həzrət əleyhissalamın başına zərbət dəydi Qədir gecəsində. Bir də İmam Hüseyin əleyhissalam. Digər imamların hamısını zəhərlədilər. O cür şəhid elədilər. Mən həmçinin ümrə ziyarətində də olanda Bəqi qəbirstanlığına girəndə o 4 imamın qəribliyini görürəm. Deyirəm, fikirləşirəm, ilahi, həqiqətən dünyada da qərib oldular. Yəni, insanların içində də qərib oldular. Hətta indi də qəribdədirlər. 4 imamın qəbrini görürəm, həmişə orada qəribdədirlər. Qəriblər ağası İmam Rıza əleyhissalam, Allah bizləri o qəbrə zəvvar qərar versin. Çox istəyirəm İmam Rızanı. Təsəllisini tapdığımız yer var ən azından xanım həkimə. Bəli, bacısı xanım həkimə. Xanım həkimə bir bacısı da Qumda xanım Məsumədir deyir. Aralı idilər, biri-birinə məktublaşırdılar. Dünyadan köçəndə İmam Rızanın deyir, o məktubunu qoydu ürəyinin başına xanım və imama salam verdi. Mən İmam Rızaya çox bağlıyam. Allah şahid ki, neçə vaxtı ziyarətinə də gedə bilmirəm. Müəyyən səbəblərdən ziyarət edə bilmirəm. Allah tez bir zamanda qismət eləsin, ağanız əvvar olun. Amin inşallah. Sizcə bir məddahın öhdəsinə düşən ən böyük məsuliyyət nədir? Yəni, dinləyicini ağlatmaqdır, yoxsa düşündürməkdir? Məncə, ən yaxşısı mütailə eləməkdir və araşdırmalıdır və dinləyiciyə də düzgün izah eləməlidir və düzgünlüyü çatdırmalıdır. Əgər bunu düşünürəmsə, o dinləyici, misal üçün,
ağlayan sözü axtarım. Bu mənim öz fikrimcə, əstəğfurullah, öz fikrimcə misal üçün düzgün deyil, düzgün yanaşmıram. Çünki olmuş bir məqdəli axtarıb düzgün bir məqdəli oxuyanda istər-istəməz hər kəsin yanında Kərbəla müsibətin danışsan belə sözünü gətirsən insanlar kövrəlir və insanlar ağlayır. Çünki o bağlılıq, o sevgi var, məhəbbət var. Həm də zaten o dinləyici artıq Kərbəla adı gələndə o müsibəti hər bir insan şeirlə, sözlə oxusa da, danışsa da insanlar onu duyğusallaşır və insanlar o müsibət üçün ağlayırlar. Bizim şairlərimiz var. Allah dünyadan köçənlər ruhlarını şad eləsin, qalanlarına can sağlığı versin. Onların da Əhl-i Beyt əleyhissalam haqqında çox yazıları var. Seyyid Əzim Şirvanilər, Nəsimi, Xətai, Füzuli, Aşıq Ələsgər və köhnə şairlərdən ən çox Mərsiyə janrında, o janra müraciət edəndə Raciyə ən çox baxıram, Raciyə, Qumri, Raci. Çünki o janrlara baxanda həm də bizim o qədim mərsiyələrdəndir. Vurma Xeyzəran qanlı ləblərə, bu Hüseynimin çox yarası var. Bu mərsiyələri yazıblar, bunlar hamısı qədim mərsiyələrdəndir. Belə əhd eyləmişəm, ey bacı cananım iləyə, ərsəyi kər bu bəladə, boyanan qanım ilə. Bu mərsiyələr qədim mərsiyələrdir. Bəzən elə məclisə düşürərsəm, onu deyirlər ki, oğlum, o mərsiyələrdən oxu. Ən çox bunu Bakı kəndlərində istəyirlər. Hə, düşəndə bu mərsiyələri istəyirlər. Hətta get Əli Əkbər oğul, Allaha tapşırdım səni. Gözəl mərsiyələr var, amma artıq araşdırırsan, toplanırsan. İndi də çünki bəzən çox cavan insanlar, cavan əzizlərimiz, mömin qardaşlarımız da olur. Bəzən onlara da məcbursan ki, axtarış edib yeni bir mərsiyələr, yəni araşdırasan və onları da dinləyici kimi onları bir mərsiyə oxuyasan, o mərsiyə çatdırasan. Onu deyim ki, amma asan görsənsə də qıraqdan çox çətin işdir. Çox çətin işdir. Sözü tapmalısan, ahəngini, səsin yerində olmalıdır. Yəni, oxumaq da ki, üzr istəyirəm, ruhiyyə ilə bağlıdır. Əgər sən ruhiyyən yaxşı deyilsə, bir ruhiyyən pis olubsa, mən Məhərrəm ayında çox görüşlər görüşmürəm. Misal üçün, dost tanışla ancaq demək olar ki, araşdırıram, oxuyuram, yazıram və çalışıram heç kimlə də üzr istəyirəm, hətta heç zərrə belə küslü olmayım və zərrə belə danışıb insan ruhiyyəsini, misal üçün, korlanmayım və yaxud qorxuram ki, mənim ruhiyyəm korlanar. Çünki o ruha bağlıdır. Bəzən narahat olanda və yaxud bəzən olur da insanıq, baxırsan ki, insan narahatdır və bəzən əsəbləşir insan öz-özünə. Baxırsan ki, o sənə təsir eləyir, məclisdə təsir eləyir, təsir qoyur, icazə vermir sənə oxumağa. Ona görə də Məhərrəm ayında ən çox, mən imamın 7-sinə qədər çox vaxt evdə oluram, mütaliə edirəm ki, araşdırıram və çalışıram ki, bunun üstündə çox işləyim. İnşallah Əhl-i Beyt əleyhissalam qəbul eləyər. Amin, inşallah. Adı son olaraq bir sual vermək istəyərdim. Əhl-i Beyt məddahı ən çox nə ilə mübarizə aparmalıdır? Mübarizə, yenə bu söz gəlib ixlasa çıxacaq. Yəni, ixlas olmalıdır hər bir şeydə. Mübarizə aparmağı, mən deyərdim ki, ixlas olsun qəlbində. İxlas olsa, bağlılıq olsa, yəni artıq onun üçün demək olar ki, o qapılar açılır. Onun üçün artıq o şeylər görsənir. Artıq o, bilsən, bəzən elə olur ki, heç oxumursan. Bir söz deyirsən, insanın qəlbinə dəyir. Yəni, o ixlası əldə eləmək üçün nə ilənsə mübarizə aparmaq lazımdır ki, o ixlas sənə gəlsin, çatsın. Hər halda nəfs ola bilər bu. Sonra istəyirəm qalanını siz deyəsiniz. Çünki bu arenada siz də... Bəli, buyurduğunuz kimi nəfsdir və yaxud həmçində birinci növbədə elə insan özünlə məşğul olmalıdır, özünü düzəltməlidir. Yəni, özün üstündə işləməlidir. İnsan özü ilə məşğul olsa, istədiyi şeyləri əldə edə bilər, istədiyi yerə çata bilər. Allah bizi inşallah ki, bu qapıda
sevib seçilənlərdən qərar versin. Allah bizim bu məthiyəmizi qəbul eləsin. Amin. Bir tək arzum budur ki, kaş bir dənə oxuduğum bir ilahiyyə və bir mərsiyə Əhl-i Beytin nəzəri ola. Amin. Təşəkkür edirəm Hacı sizə. Çox sağ olun. Mən təşəkkür edirəm. Allah razı olsun. Çox gözəl verilişdi. Həqiqətən izləyirdim, mən baxırdım. Çox duyğulanırdım. Digər əziz, dəyərli məddah qardaşlarımız, hərəsinin bir xatirəsi var. Baxırdım, mənim üçün çox maraqlı idi. Bilirdim dəvət edəsiniz və zamanını gözləyirdim. Amma həqiqətən çox gözəl verilişdi, mənalı verilişdi. Həmçinin buradan elə bizim izləyicilər də salamlayıram. Onlara da təşəkkür edirəm. İndi burada studiyada zəhməti keçən, indi kamera arxasında görsənməyən əzizlərimiz, qardaşlarımız var. Onlar da əziyyət çəkirlər. Hər birinə təşəkkür edirəm. Xüsusən də əzizimsən, sizə minnətdaram. Allah sizi var eləsin. Bu verilişin öhdəliyi sizin üzərinizdədir. Çünki məsuliyyəti siz daşıyırsınız. Mən sizə təşəkkür edirəm. Sağ olun. Mənim də bu günlərim bura gətirdiniz. Ola bilər ki, neçə vaxtdan, müddətdən sonra ola bilər ki, mən o videonu görəndə, ola bilər mən həyatda olmaram. Mənim övladım və yaxud dost tanışım o videoya baxanda, o görüntüyü izləyəndə bir deyər ki, Allah sənə rəhmət eləsin və yaxud İmam Hüseyni yad eləyənlər. Xoş halımıza buna görə sizə təşəkkür edirəm. Allah razı olsun. Çox sağ olun.